Ay, mən neyirəm trufeli zadı, mən Azərbaycan dilində deyirəm. Dombaltma da onun adı. O da çox qəşəng yeməkdir. Dombala ne? Dombala. Ay bala, mən arıq zərif adamam. Bu da vermişsiniz əlimə bu ağırlıqda şey. Mən bunu qaldıra bilirəm. Elə də ağırdır ki. Ay, hər vaxtınız xeyir olsun. Mənim məzillərim necəsiz, nətərsiz. Dünəndən məni bombardımana qoyubsuz ki, şomunun adını səhv deyirsən. Hətta məni Şəmkirdən dostlarım yığıblar. Mamamı yığıblar ki, şomu nədir? Şomu deyil onun pişirdiyin adı. Onun adı poçca deyirlər. Poçca. Poçcadır. Səhv salmışam. Üzürlü istəyirəm, məni bağışlayın. Adını deyim, görün, bilirsinizmi? Bu günlərim çəkmə pişirəcəm. Yumru düyüdən çəkmə, əsl yeraz yeməyi. Baxın, görün, nətər pişirirəm. Çox gözəl bir Vikerinin platiyalar, axırıncı toylarda giyindiyim paltarları Instagramda etiketləyəcəm. Satışları mövcuddur Moskva şəhərində. Əlaqə saxlaya bilərsiniz Səbinə xanımdan. Çox gözəl paltarlardır, belə yüksək səviyyədə və reklamlarımız davam edir. Çox gözəl reklamlar getdikcə sizə bütün mağazaların təkliflər gələn reklamları edəcəm. Yəni reklam da qəbul edilib, xəbəriniz olsun. Həmişəki kimi qazanımı görürsünüz, qoymuşam, palçıqlamışam qazanı. Bax, qazanı palçıqlayıb qoymuşam ki, o qurusun. Quruyub. Samavarım orada qaynayıb, gözüm çıxır. Gözün çıxsın Rəşad. Bu dəfə Rəşad yox, Roma qalayıbdır. Samavarım qalanıb, ocaqlarım yanır burada. Mən burada imarət də yarada bilərəm hər şeyi, amma özüm eləmirəm. Ona görə ki, belə yaxşıdır. Bu gördüyünüz xalama qurban olum, əvəlikdir. Mənə Gədəbəydən göndərib, əvəlik. Lobyan mənim olmadı, amma bu lobyanla eləyəcəm, fərqi yoxdur. Və mən çəkmə pişirəcəm. Çəkmə nədir? Çəkmə olur düyünə ilə, yumru düyünə. Uzun düyünə yox, yumru düyünə. Bu da mənim düyüm. İndi bunu azca suda qoyacam, 5 stəkandır. İndi istəyirəm soğanımızca soyun. Bu arada bu günlərim getdim özümə. Gördüyünüz kimi bu taxtalarım yaxşı deyil, taxtalar aldım. Əti yudum, təmizlədim. Qoydum, biraz yaxşı qaynasın. Sonra əti indi didəcəm burada, əzizlərim. Tökəcəm şeyin içinə, ora, yeməyin içinə. Bu arada maşallah olsun, maşallah olsun. Yemək videolarımız çox gözəl baxılır. Allah razı olsun. Və əslində mən heç vaxt belə TikTok baxmırdım, maraqlı deyildi mənə. Amma görürəm ki, yox, həqiqətən də çox yaxşı baxılır. Və artıq 100 mini keçmişik. Mən heç vaxt, yəni deyirəm də, baxmırdım TikTok-a da. Bu arada kirvə ilə videomuz yaman partlayıbdır. Ha, Gürcüstanların toyunda oldum. Allah Gürcüstanların canını sağ eləsinlər. Bir toyda oldum orada. Sağ olsun, kirvəmiz pula gəlmədi dedim. Part-apart, 5 minliklər. Mən də o bu qıcılardan deyiləm ki, drama pulları cəmatın gözünə soxam. Dağına daşına qurban olum Şəmkirim, hər qarışına qurban olum Şəmkirim, hər qarışına qurban olum Şəmkirim. Hamı deyir ki, sən nətər olub belə enerjili olursan? Mən yemək pişirəndə ləzzət edir mənə. Mən özümü rastlayıb. Deməli, mənim əzlərim. Bax, bu mənim ətimdir. Ət harcı hazırdır. Əti qoyacam, biraz bura qaynasın. Bunun suyunda aşı dəmə qoyacam. Bu da Moskovski konfet. Hayf dölü. Ye ki, yeyəsən. Mənə təklif gəlibdi. Və mən də istəyirəm ki, bizim hamımızın bir dayımız var. Xətrinə dünya qədər istəyirəm, bilirsiniz, Yaşar dayı. Deyirəm, ay Yaşar dayı, başqa yerə geçsəm sən məndən inciyərsən. Səni çox istəyirəm, bilirsən. Biraz səndən incimişdim, amma səni çox istəyirəm. Sən dəyərli insansan, həqiqətən də illərdir tanıyırıq sizin. Bütün şobiz də sənin çörəyi yiyib, hamısı, hələ də yiyirlər. Və deyirəm, bəlkə o restoranda bir balaca mənə bir yer eləyəsəm, o belə kənd tərəfdə. Gəlin bir orada piştüş eləyim. Yayda, Allah qoysun, indi yox yayda. Düyə su tökürəm, düyümə su tökürəm. Düyünü biraz qoyuram, hələ islansın, belə, biraz. Bu arada deyim, həqiqətən də bu çəkmə aşı ancaq yumru düyü ilə olur, mütləq. Bayaq əslində mamamdan soruşanda ki, ay mama, bəs çəkməni pişirməklə əslində nənəmlə mənim yadımda qalmışdı. Mən nənəmin yanında böyümüşəm daha çox. İndi bizim kəndimizdən də məni izləyəcəklər, baxacaqlar. Mən nənəmi həqiqətən çox istəyirdim, Reyhan nənəmi. Və ona görə biraz kövrəldim. Birdən çox istəyirəm onları. Bax, Reyhan nənəmdir, Firəngiz anamdır. Onları çox istəyirəm. Hərdən darıxıram onlardan ötəri. Və deyirəm, Allahdan elə bir şey olardı ki, mən onları təzdən görərdim. Heç həqiqətən də insanların qədrini öləndən sonra bilirlər. Etibarsız dünyada hamısı da, ay müdür, ölürük səndən ötəri, ay müdür, sənsiz günümüz olmasın. Sonra da çıxıb gedirlər, heç biraz artıq pul tapıb, pul qazanan kimi müdür yadlarına düşmür, afristlər.
İndi Arzu özünü oradan öldürür. Sən Allah, Arzunun adını mütləq verərsən. Ha, gündə mənə deyirəm, nə olar mənim adımı çək. Əzizlərim, mən müğənniyəm axı. Mən dırnaqlarıma siz şey deyirsiniz. Amma qadanız alım, inciməyin. Mən səhnə adamıyam, mən toya çıxıram. Bunu prosto şey demişim, uşqalatdan eləyirəm mənə. Yəni, boşluqdan evdə boşalana deyirəm, qoy. Müğənniləri ilə səhnədəyimi görsünlər, bu yetimləri qoy, bu gününü də görsünlər. Yəni, pişirmək də bilirlər. Ərə də baxırlar, evə də baxırlar, şapalaq da yeyirlər, yumruq da yeyirlər. Həqiqi ərdə olanlara aid da bunlar. Girdirmək yox. Başqasının kişisi onları döyür, sonra da gedib arvadını qucaqlayıb yatır. Yəni, bunu mütləq verərsən aroma. Və buradan bir şey demək istəyirəm. Bu yaxınlarda baxıram ki, mətbuatda deyilir ki, şeyin, nədadır? Ayşunu o məclisdən nağariflər neyiniblər. Əvvəla birinci, elə bir şey olmayıbdır. Mən buna aydınlıq gətirdim. Dostumuz bizə zəng elədi, danışdıq. Tamam, başqa-başqa olubdur. Heç şey şişirtmək lazım deyil. Yəni, boş-boş. Nətər olub, necə olub, boş şeylərdir. Mənim qızım maşallah sevilir. Qurtuluğunuzdan da ölürsünüz, onu çox istəyirlər deyə. Sevilir, istəyirlər. Səhnəyə çıxdı, səhnəni partladır. Yerimiz hazırlanır. Çox gözəl bir, onu keçən dəfə də verməmişdik, gözlü çıxardım. Çox gözəl bir gözəllik salonu və geyim mağazası açıram. Moskva şəhərində. Fadil müəllim açır daha doğrusu bizim üçün. Bax, əynimdə gördüyünüz bu köynəklər də oradadır, bu gördüyünüz kurtkalar da oradadır. Yəni, əynimdə gördüyünüz hər şeyin satışı olacaqdır. İstəyənlər hələ ki, direktimizə müraciət edə bilərlər, amma artıq açılışımıza hazırlaşırıq. Aysunun gəlməyini gözləyirik. Aysun qızımla bir yerdə açılış eləyəcəyik. Əti bax, belə diddiyim əti tökdüm bu suyun içinə. Gördünüz mü mənim əzlərim? Getdi ora, ət. Apar da. Bax, bu da düyü. Gördünüz? Gözəli mütləq çəkin. Gözəl Azərbaycandan gəlib mənim bacımdır. Bu da əkizlər bürcüdür. Çox istəyirəm onu. Mənim canımdır. Yəni, mənim ətrafımda olan insanlar hamısı ürəyə qəlbi təmiz adamlarla. Bu da əkizlər bürcüdür. O qədər gözəl ürəyi var ki. Yəni ki, bilmirəm, bunun bu boyda balaca boyundan o boyda ürək hardandır. Qoyuram bu belə tikələrini. Belə. Getdi. Bu da gördünüz mü? Mənim, bax. Lobyamı tökdüm. Bu əvəlikdir. Bunu da yuyacam. Mən əbəlik qaynatmıram. Eləcə tökürəm yeməyin içinə, qaynatmıram. Akazımıçqa, ruslar demiş. Akazımıçqa. Şomu ispanağa deyilirmiş. Heç mən bilmirəmmiş. Tövbə, biyavır olmuşam. O yığır deyir. Ay qız, şomu başqa şeydir. Ay başına da düşməsin yazın. Belə şey var. Belə balaca şey oxşuyur. Nədadır onun? Köbələyə oxşuyur. Onun adı nə? Dombaltmadır. Onun adına dombalan deyirlər. Vallahi dombalan da onun adı. Trüfel. Ay, mən neyirəm trüfel öz adı? Mən Azərbaycan dilində deyirəm. Dombaltma da onun adı. O da çox qəşəng yeməkdir. Dombala ne? Dombala. Elə gözəl eləməlisən ki, aroma. Bunu tökürəm. Aha. Silivişni yağım. Çox az qaldı qızlar, çox az qaldı. May ayında açılışımız olacaq inşallah. Çox az qaldı. Bu gün libasların hamısından hasat yolunu ala biləcəksiniz. Hadi, sənə bir söz deyim. Hamınız yazırsınız ki, ay Allah, üzü sözünü deyir qocalıb. Ay bacı qocalacam, 45 yaşım var. Bu bir, 4 uşaq doğub dünyaya gətirmişəm. Ondan sonra artıq bir dənə nəvəm var. Mən elə uşaq qalası deyirəm ki. Və qocalacam da o ki qaldı. Məni alanı alıb, satan da satıb. Nə ərə getmək istəmirəm, nə də ər axtarmıram. Üzümü neyinirsən, ürəyimdən danış. Məndə olan ürək bir kimdə var, barmaqla say. Ay, nə olub? Qırılmış. Bir dənə yazı oxudum, deməli şeyin altında. Nədadır? Instagramda kommentariyalarda bir yazı oxudum. Bir nəfər yazdı ki, ay Allah evin itiksin deyir. Şomunun qiyməti $500 olsaydı, onda gərək şomu satanların villaları. Nədir? Hazırdır. Bunun tamını nə verər? 3 saat
Ay bunu belə elə, ay onu elə. Xoşuma gəlmir. Nə var odur? Gəzir nəğmələrim, nəğməm dünyada. Hey! Dünyanın xoşbəxti mənəm dünyada. Bara-bara-rabbam, bara-bara-rabbam. Day-ray-ray-ray-ray, na-na-na-na-nam. Zeynəb Xanlarova mahnısı, dünyanın xoşbəxti mənəm dünyada. Bunun tamını, ay Allah, necə gözəldir. Əlləriməcə sağlıq. Çayla yeyirəm, kim istəyir soğan çası deyə bilər. Bu belə. Bayaq dedim axı, bunun qiymətini qoy mənim tamaşaçılarım versin. Bugünlük bu qədər. Öpürəm sizi. Çəkməni bişirin tamına baxın. Çox gözəldir. Hələlik.